Salam əziz tələbələr, İslam tarixi dərsindəyik. Keçən dəfəki dərsimiz barədə hər hansısa sualınız yoxdur ki? Salam ustad, axşamınız xeyir olsun. Salam, axşamınız xeyir olsun. Sualım buydu ki, hansı ki Peyğəmbər məsələn döyüşlərdə birinci bayraqdar olaraq məsələn növbə ilə başladı, belə dedi, birinci xəlifədən. Həzrət Əlidən əvvəl məsələn öncə Əbu Bəkri təyin edirdi, sonra Öməri təyin edirdi. Onlar hansı ki o döyüşlərdən aciz qayıdırlar da, belə deyək də, yəni döyüşü zəfərlə başa vura bilmirdilər. Peyğəmbərin burada məqsədi bu ola bilərmi ki, onları məqsədli şəkildə yoldurdu ki, yəni gələcək nəsilə həm başa salsın ki, onların xilafətdə yəni belə deyək də nəticə verə bilməyəcəyini, missiyalarını tamamlaya bilməyəcəklərini və eyni zamanda Həzrət Əleyhisselamın xilafəti üçün, onun missiyası üçün bir yol açmaq məqsədi olduğunu, məsələn, o hədəfi bəlirlədiyini belə deyə bilərmi ki, bu yəni, əsas məqsəd bu idi? Başa düşdüm. Əziz Şəhriyar, bu da ola bilər və bunun kimi onlarla səbəb ola bilər. Məsələn, onlardan biri budur ki, onlara da birinci təqdim olunma. Ümumiyyətlə, əvvəl kimə bayraq verilirdisə, onlara hörmət demək idi bu. Kimə bayraq verib göndərirsən, bu ona qarşı hörmətdir. Görürsünüz, məsələn, mütə döyüşündə bəzilər deyirlər ki, birinci bayrağı Zeyd ibn Harisə verir. O ölsə, deməli, Cəfər ibn Əbu Talibə verilir. Amma tarixçilərin çoxu deyirlər ki, yox, Cəfər ibn Əbu Talib Zeyd ibn Harisdən daha fəzilətli. Ona görə də gərək ona verilsin. Bu o deməkdir ki, bayraq kimə verilirsə, Peyğəmbər ona hörmət eləyirdi. Yəni, bəzən də hörmət əlaməti olaraq da onları öndən buyura bilərmiş ki, yəni gedin. Görürsən, bəzən ona tapşırır, bəzən buna tapşırır. Bu şeyləri eləyir və nəticə olaraq elə bu həm də Həzrət Əlinin kimliyini göstərir. Bu da ola bilər. Yaxşı, ola da bilər ki, elə birbaşa məqsədi elə o idi, belə eləsin. Yaxşı, hər ikisi ola bilər. Yəni, bunu tarix demir. Bu ancaq öz təhlillərimiz ola bilər. Amma elə bir ki, mən niyəsə elə bir ki, birbaşa da ancaq bunu belə deyim, düşünmək istəmirəm ki, Peyğəmbər ancaq bunun üçün eləyirdi. Göndərirdi onlar ki, getsinlər, bir iş görməyib gəlsinlər və insanlığa məlum olsun ki, onlar heç bir iş görə bilmədilər. Nəysə, bunu təkcə bu niyyətlə eləməsini demək istəmirəm. Ay Şəhriyar, bilmirəm, məni başa düşürsünüz ya yox. Hətta qiyamətdə Peyğəmbər desə ki, yox, elə belə eləyirdim, deyərəm, lap yaxşı. Burada bir problemli bir şey görmürəm. Amma elə bilirəm ki, bu o qədər də mühüm məsələ deyil idi. Niyə? Çünki ondan daha mühüm məsələlər var idi. Yəni, ondan daha mühüm məsələ. Zaten Həzrət Əleyhisselam bir döyüşdə dedik ki, onlarla döyüşdə bu şücaəti göstərir. Zaten hamıya bəlli idi. Və bir də ki, döyüş məsələsi də ki, insanın fəzilətinin bir tərəfidir. Onlara qarşı hörmət bilsən necədir? İki cür hörmət var, Şəhriyar. Bunları da elə danışıb. İki cür hörmət var. Bir hörmət budur ki, onlar hörmətə layiqdir, hörmət eləyəsən. İkinci məsələ budur ki, hörmət etmək məcburiyyətindəsən. Bildiyin, hörmət bilsən nə? Forma hörməti. Məsələn, tutaq ki, sən iş yerindəsən, ora bir nəfər gəldi ki, sən ondan heç xoşun gəlmiş. Amma sən ona İslam əxlaqına uyğun rəftar edirsən. Bilirsən, deyək, sənin ondan xoşun gəlmirdi. Sən ona yer göstərdin oturmağa, ona başqalarına həmişə deyirdin, çay gətirin, ona da dedin, çay gətirin. Bu nə hörmət deyirsən? Sən deyərsən ki, bu hörmət onun ona ləyaqəti yoxdur. Amma mən özümə aid olan forma hörmətini göstərirəm. Ona görə də Peyğəmbər Əbu Süfyan kimi münafiqi belə bayraqdar eləyirdi, göndərirdi. Məsələn, bu gün həm keçəcək ki, Əbu Süfyanı göndərir Məkkəyə. Deyir ki, kim onun evinə getsə, ona aman verirəm. Və yaxud da onlara artıq pullar verirdi Məkkə müşriklərinə, ürəklərini əl alsın deyə. Bunlar formada olan hörmətlərdir. Şəhriyar, danışa bilirsən? Bəli, başa düşdüm. Məzmun və formal. Formal olaraq bunları eləmə məcburiyyətindəydi. Ona görə də mən elə hesab eləmirəm ki, təkcə bu şücaət məsələsi gündəmə gəlsin deyə Peyğəmbər hər şeyi Həzrət Əlinin üstündə qururdu. Yox, belə deyil. Çünki o döyüşlərdə ancaq Həzrət Əlinin şücaəti çıxırdı gündəmə. Məsələn də, o da ki, Həzrət Əli zaten Bədirin, Uhudun, Xeybərin, Xəndəyin hamısının zaten fatihi idi.
Ona görə də Əli əleyhissalamı burada bir dəfə də onu göstərsin ki, belədir deyil. Ona görə mən istəmirəm belə düşünüm ki, hərçənd belə olsa da heç bir problem yoxdur. Ola bilsin alimlərin elə çoxu da bunu deyir. Ola bilsin peyğəmbəri də deyəsən deyər ki, elə belədir. Orada heç bir eyibli bir şey yoxdur, yaxşıdır. Amma mən elə hesab edirəm ki, orada peyğəmbər elə təbii nəticə olaraq görsənirdi. Yəni hamısında Həzrət Əlini yox, bir dəfə də bunu göndərməli idi, bir dəfə onu göndərməli idi, bir dəfə bunu göndərməli idi. Qoy görsünlər ki, yəni peyğəmbər olan hamısına eləyir və nəticə olaraq da onlar eləyə bilmirdilər və söhbət yenə də Həzrət Əliyə tərəf gəlirdi. Mən belə hesab eləyirəm. İndi ən yaxşısını Allah bilir, peyğəmbəri bilir və qiyamətdə bunları görəcək. Amma mənim şəxsi fikrim budur ki, yəni birbaşa onların Həzrət Əlinin görsənməsi üçün bu məsələləri ya başqa yerlərdə məsələn ola bilsin ki, başqa hadisələrdə peyğəmbər elə belə eləyirdi. Ola bilsin belə eləyirdi. Məsələn deyirəm, o Tövbə surəsinin ayələri var ki, Əbu Bəkir aparırdı, sonra gəldi. Orada mən ehtimal verirəm ki, orada belə bir şey var idi. Birinci bu getdi, sonra Cəbrail nazil oldu, dedi ki, gərək ya sən ya sənin kimi bir adam eləsin. Orada məsələn deyirəm belə. Demirəm ki, bir mənalı olaraq bu şey düzgün deyil, amma bilsən döyüşlər artıq elə idi ki, Həzrət Əli zaten Fatih idi. Həzrət Əlinin burada Xeybərin yanında bu döyüş nə idi ki? Uhudun yanında bu döyüş nə idi ki? Yəni mənim üçün Xeybər, Xəndək, onlar daha ciddi döyüşlərdir. Düzdür, bu da çox ciddi döyüş idi. Yəni bu sonuncu döyüşdən yəqin danışırsınız da. Bu da ciddi döyüş idi. Amma hər halda Həzrət Əli orada sözünü demişdi. Həzrət Əli artıq hər kəsə bəlli idi və peyğəmbər növbəti dəfə bir dəfə də Həzrət Əlini gündəmə gətirir. Nəsə elə fikirləşmək istəmirəm hələlik. Bilmirəm fikrimi çatdıra bildim yoxsa yox. Amma bunun əksini də düşünmək olar. Yəni bunun əksini də birdən desələr mən heç narahat olmam. Özdə gördüyünüz kimi demirəm o metod düzgün metod deyil. Məsələn görürsüz o Tövbə surəsi məsələsində mən özüm də ehtimal verirəm ki, belədir. Heç bəlkə də orada da bu dəfə peyğəmbər deyir ki, yox, heç elə orada da elə deyildi. Ola bilər, amma mən nəsə ehtimal verirəm ki, orada elə ola bilər və digər yerlərdə də. Məsələn burada tutaq ki, bu ehtimalı Xəndəkdə də verirəm. Çünki Xəndəkdə deyir kim çıxar? Əli əleyhissalam deyir mən, deyir yox. Sonra kim çıxar? 3 dəfə Əli əleyhissalam deyir, 3-cüdə göndərir. Ola bilsin burada da ola bilsin. Əlbəttə olmaya da bilər ha. Orada peyğəmbər deyir ki, elə mənim hədəfim başqa. Ola bilsin də elə Həzrət Əli üçün deyir. Və digər məsələlərdir. Yaxşı. Yaxşı əziz tələbələr, əgər başqa sualınız yoxdursa, başqa fikriniz yoxdursa, mən mövzumuzu davam elətdirmək istəyirəm. Deməli, biz keçən dəfə gəldik. Deməli, Əbu Sufyanın o səhv işindən danışdıq. Dedik ki, bir dənə tez bunu yadınıza salın bir dəfə də. Deməli, nə baş verdi? Müşriklər, müsəlmanlar neynədilər? Getdilər Mütə döyüşünə. Mütə döyüşündəki uduzdular demək olar. Düzdür ki, Xalid ibn Vəlid onları o problemdən çıxardı, gətirdi. Amma bu bir mənada elə həm də məğlubiyyət demək idi. Müşriklər düşündülər ki, artıq bunlar gerilədilər. Artıq bunların elə bir ki, müqavimətləri sındı. Artıq bu şeydən cürət tapdılar, başladılar həmin o qəbilələrə, Xuzayə qəbiləsinə, deməli, əlbir olub digər qəbilələrlə Xuzayə qəbiləsini hücumlar elədilər və onlara qarşı zülm elədilər. Və bu söhbət gedib iki tərəfdən Peyğəmbərə çatanda, onda onlar narahat oldular ki, biz bəs sülh müqaviləsini pozduq. Müqaviləni pozduqlarına görə narahat oldular. Ona görə də birbaşa Əbu Sufyanın özü gəldi Mədiniyə və orada da gördünüz ki, Peyğəmbər ona qarşı hansı bir münasibəti sərgilədi. Yaxşı və s. Bunların hamısını biz danışdıq. İndi gəldik bura çatdıq ki, artıq Peyğəmbər nə gördü? Gördü ki, elə bil ki, fürsət yarandı ki, Məkkə fəth olsun. Axı bunlar bir-birləri ilə 10 illər müharibə aparmamalıydılar 10 ilə yaxın. Çünki müqavilədə belə idi. Hətta Əbu Sufyan gəlmiş ki, müqavilənin vaxtını biraz da artırsın. Amma onlar artıq müqaviləni pozmuşdular deyə Peyğəmbər artıq dedi ki, özü görürsünüz, həm gələn nümayəndələrin hər birinə deyir ki, narahat olmayın. Bunun
bu yerdə qalmayacaq bu qan. Bunun əvəzini çıxacaq. Əlbəttə onlar elə başa düşdülər ki, peyğəmbər gedib qan tökəcək, amma peyğəmbər isə demək istəyirdi ki, yəni ümumiyyətlə Məkkənin hakimiyyəti aradan gedəcək. Məkkə hakimiyyəti var ya Qureyşlilərin əlində. O hakimiyyətə son qoyulacaqdı. Qureyşin Məkkədəki hakimiyyətinə son qoyulacaq. Peyğəmbər bunu deyirdi və başladı hazırlığa. Amma həmişə dediyim kimi peyğəmbər elə etməli idi ki, Məkkədə qan tökülməsin. Ümumiyyətlə İslamın dediyim kimi əvvəl də dedim mən bunu. İslamda müsəlmanların qanının tökülməsinə peyğəmbər heç bir vəclə razı deyildi. Ümumiyyətlə də müsəlmanların qanının tökülməsinə heç bir vəclə razı deyil idi, amma zərurət yarandı. O gün dedim ha ki, peyğəmbər 13 il Məkkədə zülmə məruz qalır, amma heç vaxt əlini qılınca atmır. Lazım olsaydı tez də gələrdi. Lazım olsaydı hansısa yollarla Allahın izni ilə tez də gedərdi, amma 13 il, yəni axıra qədər gözlədi ki, İslamı qılınc olmadan yaysın. Qureyş onu qəbul eləsəydilər, artıq diqqət elə, Qureyş peyğəmbər Məkkədə olan vaxtı peyğəmbəri qəbul eləsəydilər, onda peyğəmbər orada olacaqdı. Yenə də xəlifə, onların rəhbəri, Qureyş də əli qılınclı adamlardılar. Qureyşin böyükləri Əbu Cəhildən tutmuş, Əbu Sufyana qədər, Əbu Talib də sağdı, Həmzə və s. Hamısı elə bu şəkildə də peyğəmbər özü heç vaxt əlini qılınca atmadan və yavaş-yavaş da ətraf yerləri belə deyək, İslam'a çağıracaqdılar. Onlar zaten Məkkəyə gəlirdilər, Kəbəni təvaf edirdilər. Peyğəmbər təbliğləri sayəsində görmürdünüz nə qədər müsəlmanlar gəlirdi. Amma belə eləmədilər. Ümumiyyətlə döyüşlərə baxın. Döyüşlərin ən çoxu kimdən başlayır? Qureyşləndir. Yerdə bir neçə dənə tayfa ilə də döyüşlər olur. Onlar da Qureyş inatkarlıq eləyir. Onlar da baxırlar ki, Qureyş özləridir. Çünki peyğəmbər də Qureyşdəndir axı. Qureyş qəbiləsinin Bəni Haşim tayfasıdır. Daha doğrusu Qureyş tayfasının Bəni Haşim qəbiləsidir də. Başa düşürsünüz. Ona görə də peyğəmbər nə edirdi? İstəyirdi ki, Qureyşlə məsələlər düzəlsin. Çünki Qureyş özüdür. Özüdür Qureyş. Peyğəmbər də bir yerə qədər Qureyşdir axı. Ona görə də bunlar belə eləməyəndə başqaları da baxırdığı cürətlərindir. Amma Məkkədə ikən Qureyş peyğəmbər qəbul eləsəydi, heç müharibələr çox olmayacaqdı. Müharibələr çox olmayacaq və peyğəmbər müharibəsiz, qansız, döyüşsüz İslamı yayacaqdı demək olar. İndi yüngülvari də nəsə olardı, sonra da bilmirik necə cəryan eləyərdi. Təsəvvür edirsiniz, Qureyşin sayəsində bunlar olurdu. Ən çox döyüş Qureyşlə olur, ən qırğın döyüşlər və ondan sonra da ki, bəzi Yahudilərlə və digər qəbilələrlə olanlar da onlar da cürət tapırlar Qureyşlə alınmadığına görə. Deməli peyğəmbər hər bir vəçlə istəyirdi ki, müqavimətsiz, döyüşsüz, öldürülmədən, qan tökülmədən baş versin. Ona görə də gizli bir şəkildə deməli hazırlıq görürdü Məkkəyə hücum barədə. Məkkəyə yürüş barədə gizlin bir hazırlıq görürdü, heç kimə heç nə demirdi və başlayırdı artıq döyüşçüləri yığmağa, səfərbər eləməyə və heç kəs bilməməlidir. Niyə? Bilsələr Qureyş hazır olacaqdılar. İstəyirdi Qureyşi elə o cürə yaxalasın ki, onlar təslim olsunlar. Çünki əvvəldən bilsəydilər Qureyş yenə də yaxın qəbilələrə ağız açacaqdı, nələrinsə müqabilində onları yenə də özlərinə köməkçi çağıracaqdı, yenə də qırğın olacaqdı. Düzdür, bu dəfə bunlar çox idilər. Qalib gələcəkdilər, amma hər halda qırğın olacaqdı. Ona görə də peyğəmbər istəmirdi. Və səfərbərlik elan eləyəndə də heç demirdi hara necə. Deyirdi ki, döyüşümüz var, səfərbər olur. Necə bunu demirdi. Amma indi bəziləri də başa düşürdülər də. Bəziləri də başa düşürdülər, bəzi yerdə necəsə başa düşürdülər. Amma peyğəmbər də buna daha çox çalışırdı ki, Qureyş casusları da müsəlmanların gəlməsindən xəbərdar olmasın. Casuslar da var təbii ki. Deməli, ətraf bölgələrdən də, deməli, hicrətin 8-ci ilidir, Ramazan ayıdır. Ətraf bölgələrdən də böyük ordular toplanır. Hətta burada deyir, 4000 döyüşçü Ənsar dəstəsindən idi. 700 nəfərli mühacir dəstəsi idi. Sonra Müzeynə qəbiləsi var idi ki, 1000 döyüşçü, 100 baş at, 100 zirək. 400 döyüşçü Bəni Əsləm qəbiləsi, 800 döyüşçü 50 baş at Cüheynə qəbiləsi və s. Belə qəbilələrdən peyğəmbər yığıb 10.000-ə yaxın adam yığır. 10.000-ə yaxın.
Və həmin dövrdə peyğəmbər Məkkəyə gedən bütün yolları da nəzarət altında saxlayır. Amma bu vaxtı Cəbrail əleyhissalam nazil olur, bir xəbərdən peyğəmbəri xəbərdar eləyir. Deyir ki, bəs bir nəfər sadəlöv bir müsəlman Məkkəyə casus göndərdi ki, sənin ora getməyindən xəbərin olsun və onu da Sara adlı bir qadına veriblər, qadın aparır. Peyğəmbər sallallahu 3 nəfər, Həzrət Əli, Zubeyr, bir nəfər də var idi, yadıma düşəcək, Miqdadı, bəli, Miqdadı. Zubeyr əleyhissalam və Miqdadı onun arxasıca göndərir ki, o qadın var, Sara adında qadın, gedin onu tapın, onda məktub var, Cəbrail mənə xəbər verib. Onu alın gətirin. Onlar da gedirlər, qadını tapırlar, qadını yüngülvarə axtarırlar, tapa bilmirlər heç nə. Qadın özü də təkzib edir ki, məndə heç bir deməli məktub falan yoxdur. Qadının barəsində də tarix yazır. Qadın kim idi? O özü müğənni idi, Məkkədə müğənnilik eləyirdi. Amma sonra Məkkədə artıq Məkkənin böyükləri də, Qureyşin böyükləri öləndən sonra Məkkədə artıq mahnı falan məsələlərini yığışdırmışdılar. Sonra bu biraz əzadarlıq, mərsiyə eləyirdi. Sonra bir ara onu da yığışdırdılar. O orada pulsuz qaldı deyə gəlir Mədiniyə. Mədiniyə gəlir ki, orada nəsə bir ruzisi olsun. Peyğəmbərlə onu görüşdülər. Peyğəmbər deyirsən, iman gətirsən, deyir ki, yox, mən iman gətirmirəm. Burada gəlməyimdə məqsəd budur ki, mən çətinlikdəyəm, maddiyyat üçün gəlmişəm. Peyğəmbər də ona necə lazımdırsa deyir, hörmət eləyin. Ona da necə lazımdırsa yemək içmək verilir, geyim verilir. Ona hörmət olunur. Amma bu qadını ki, tapır, Əli əleyhissalam gibi tapırlar, ona nə qədər təkid eləsələr də o təkzib eləyir, hətta biraz axtarırlar, heç nə də tapa bilmirlər. Əli əleyhissalam deyir ki, mümkün deyil. Peyğəmbər deyib ki, səndə məktub var. Biz bunu səndən almayana qədər getməyəcəyik, çünki heç vaxt belə olmayıb ki, Peyğəmbər yalan desə. Axır çox təkiddən sonra qadın saçının hörüklərinin arasından balaca bir məktubu çıxardır, açırlar, oxuyurlar, aparıb Peyğəmbərə verirlər ki, sən demə bunu kim yazıb? Bir dənə sadəlöv mömin, Hatib adında, Hatib ibn Əbu Bəltə adında sadəlöv bir mömin yazıb. Peyğəmbər çağırır onu. O da elə bir adamdır ki, yaxşı adamdır, mömin adamdır, Bədir döyüşündə iştirak eləyib. Peyğəmbər onu çağırır, deyir ki, Hatib bu nə məsələdir? And içir Allaha ki, ya Rəsulallah, Allaha and olsun ki, mən əqidəmdən dönməmişəm. Nə əqidəmdən dönməmişəm, nə də ki, heç bir başqa səbəb yoxdur. Sadəcə mən nə baş verib? Mən düzdür səhv elədim, amma mən nəyə görə eləyirəm? Mənim Mədinədə heç bir qohum əqrəbam yoxdur. Mənim qohum əqrəbam Məkkədədir. Onlar mənim qohum əqrəbamı müşriklər işgəncə eləyirlər. Mən də onlara belə bir xidmət etməklə istəyirdim ki, onların yanında nəsə bir qazancım olsun və onlar bunun hörmətinə mənim qohum əqrəbama işgəncə verməsinlər. Peyğəmbər əlbəttə ki, görür ki, bu bir bəhanədir. Yəni çox özdə pis iş idi də. Peyğəmbərin bütün sistemini xarab eləyirdi. Peyğəmbər ora gedənə qədər, bu Saranı tutmasaydılar, ora gedənə qədər müşriklər əməlli başlı qoşun yığacaqdılar ora. Döyüş olacaqdı. Yəni Peyğəmbərin nəhai bir hədəfini, istəyini bu adam xarab eləmək istəyirdi, amma Peyğəmbər onu bağışlayır. Peyğəmbər onu bağışlayır. Çünki niyə başa düşür ki, yəni doğrudan da müsəlmandır, yaxşı adamdır, zehni xarablaşıb, səhv eləyib, səhv addım atıb, pis adam deyil, səhv addım atıb. Hətta orada onu bağışladığına görə Ömər narahat olur. Gəlir deyir ki, ya Rəsulullah, bunu öldürməliyik, bu belə bir xəyanət eləyib. Peyğəmbər buyurur ki, o artıq səhvini başa düşdü və problem də yaşanmadı. Bir də ki, onun sabiqəsi yaxşıdır. Çünki o bir gün Bədir döyüşündə bizə necə lazımdırsa kömək eləyib və həmən vaxtda Allahın rəhməti ona şamil olub. Ona görə də eybi yoxdur. Görürsünüz, Peyğəmbər nə ilə işləyirdi? Siz Allah diqqət eləyin. Peyğəmbər insanların məzmununa baxırdı. Deməli, bəzi insanlar var ki, bunun kimi də çox pis iş görür. İşi çox pisdir, bərbaddır. Onun cəzalandırılması nə olmalıdır? Onun cəzalandırılması onu məhv eləmək yox. Onu blokadada saxlamaq lazım. Onu eləmək lazım ki, bu işindən əl çəksin. Amma Peyğəmbər daxilləri, məzmunları pis olan adamı ya öldürtdürürdü, indi o pisləri də kəb falan yadınızdadırsa, ya onları uzaqlaşdırırdı. Məsəl üçün, indi biz imamların tarixində sizdən əvvəl də dərslərdə dedik, Peyğəmbər deməli, Həkəm İbni Ası sürgün elətdirir. Sonra Vəhşi indi görəcəksiniz, Həmzənin ki qatili idi, onu Peyğəmbər bağışlayır, amma
demək olar ki, taifə sürgünət edir, mənim gözümə görsənmə. Bəzilərini belə eləyir, bəzilərini öldürtdürür, bəzilərini belə eləyir və çoxlu hadisələr var bu barədə. Amma bəzilərini isə bağışladır. Ona bəziləri etiraz eləyirlər ki, bu adam çox pis iş görüb və belə bunun cəzası verilməlidir. Peyğəmbər buyurur ki, yəni onun zehni xarabdır da. Onun ağlı azdır, zehni xarabdır, amma ürəyi yaxşı adamdır. Səhv eləyib. Biz elə cəzalandırmalıyıq ki, zahiri cəza olsun və o bu işləri bir də eləməsin. Çünki özü də artıq peşmandır, bildi səhv işindən də. Peyğəmbərin gözəlliyi bundadır. Peyğəmbərin ümumiyyətlə İslamın məntiqi, gözəlliyi bundadır. Yoxsa elə hər səhv eləyən adamı, bu iş hünərdir ki, insan bunu eləməyə bacarsın və Peyğəmbər bunu çox yaxşı eləyirdi. Eləcə də Əhl-i Beyt imamları bunu çox yaxşı bacarırdılar. Ondan sonra Peyğəmbər onu bağışladı. Amma bu dəfə Allah da məsələni yüngül tutmasın deyə. Əlbəttə Peyğəmbər onu bağışladı, belə də olmur da. Peyğəmbər danışırdı. İndi tarixin bizə dedikləri budur, amma Peyğəmbər qoymur deyə bu söhbət yüngül olsun. Peyğəmbər nə lazım idisə eləyirdi, amma bağışlayırdı. Bağışlayırdı, amma nə lazımsa eləyirdi. Lazım deyildi ki, onu öldürsünlər, ona nə bilim də başqa. Amma bu dəfə Allah da müdaxilə eləyir. Mümtəhinə surəsinin ilk 9 ayəsini belə şeylər barəsində deyir ki, möminlərə deyir ki, ey iman gətirənlər, nə mənim düşmənimi, nə də öz düşmənlərinizi dost tutmuyor. Və sonra başlayır danışır ki, onların məqsədi budur, falan falan. Allah danışır. Mümtəhinə surəsinin ilk 9 ayəsi bu barədədir. Deməli, İslam ordusu artıq hərəkətə başlayır. Dediyimiz kimi, hicrətin 8-ci ilidir, Ramazan ayıdır. Peyğəmbər deməli, orduya hərəkət əmri verir, amma hələ demir ki, hərəkətin istiqaməti haradır, məqsəd nədir və Mədinə ətrafında hər bir kəs hazırdır, artıq ordu hazırdır. Öz yerinə Əbu Ruham Gifarini qoyur və bir dəfə də Mədinə kənarında ordunu nəzərdən keçirir. Sonra biraz keçilir, Mədinədən çıxandan sonraki müsafir həddi keçir, Kədid adlı yerdə Peyğəmbər su içir və orucunu açır. Bütün müsəlmanlara da deyir ki, ey möminlər, orucunuzu açın, çünki artıq o həddi tərəxxüsü biz keçmişik və ona görə də orucumuzu açmalıyıq. Allahın bu əmridir də. Burada bəzi möminlər orucunu açmırlar. Deyirlər ki, daha yaxşı olar, savablıdır ki, elə biz oruclu döyüşək. Amma burada səhv eləyirlər. Səhv bundan ibarətdir ki, Peyğəmbər səndən daha imanlıdır. Peyğəmbər elədi bunu. İkinci də ki, Peyğəmbərin əmridir. Bu, sənin ixtiyarında olan deyir ki, kim istəyər açar, kim istəyər açmar. Belə deyil. Əgər vacib əmrdirsə ki, açmaq gərək açacaqsan. Bəziləri görürsünüz, orucunu açmır. Halbuki Allah vacib eləyir ki, aç. Ya məsəl üçün müsafirətdə həddi tərəxxüsü keçəndən sonra 4 rükətli namazlar 2 rükət qılınmalıdır. Yəni nəyisə artıq eləmək olmaz. Ümumiyyətlə bu din itayət dinidir. Bildiniz? Əgər sənə deyilirsə aç, elə şeylər var ki, sənin ixtiyarındadır. Etsən yaxşı olar, etməsən də etməmisən deyilir. Və yaxud da açsan icazə var, açmasan daha çox savab var. Bu da başqa bir hökmdür. Bayaqki budur ki, açmaq yaxşıdır, indi açmırsansa da eybi yoxdur. Yaxşı, məsələn, günortadan sonra, günortadan əvvəl əgər bir insan getsə, tutaq ki, mən günortadan əvvəldə müsafirətə gedə bilərəm, sonra da gedə bilərəm, deyil, öz ixtiyarındadır. Yaxşıdır ki, günortadan sonra get, axıra qədər orucun tut. Amma günortadan əvvəl çıxmaq istəyirsənsə, eybi yoxdur, get. Elə yerlər var ki, deyir ki, açsan olar, açmasan daha çox savabı var. Belə şeylər var, məsələn, namazda və s. Amma elə yerdə var ki, artıq ixtiyarın yoxdur. Onu eləyim, oruclu qalım, həddi tərəxxüsü keçim, müsafirət həddini keçim, amma orucumu açmayım və yaxud da namazımı 4 rükət qılım, icazə yoxdur. İcazə yoxdur, əmrə tabi olmaz. Ona görə də orada möminlərin bəziləri bu işi elədilər və Peyğəmbər də onları danlayırdı və bu işi qınayırdı Peyğəmbər. Onlar güya iman göstərməsidir. Peyğəmbər buyurur ki, təslim olmaq lazımdır. Bəzən bir şeyi artıq eləməyə ehtiyac yoxdur. Ümumiyyətlə, ağıl gündəmə girməlidir. Bilirsiniz, bu dində bəzi adamlar müəyyən çətin şeyləri özləri üçün götürmək istəyir. Amma din, məsələ çətinlikdə deyil, məsələ itayət məsələsidir. Bəzən biz hər şeyin çətinliğinə qaça bilərik ki, güya daha artıq iman nümayiş elətdiririk, amma buna ehtiyac yoxdur. Buna ehtiyac yoxdur. Ağıl dinidir, itayət dinidir. O, belə deyək də, tabi olma dinidir. Ümumiyyətlə, müsəlman sözünün mənası da budur, təslim olan deməkdir. Bu, bilirsiniz nə deməkdir? Ağıla tabi olmaq deməkdir. Elə kimə gəldi yox. Daha yaxşıya tabi olmaq deməkdir. Ümumiyyətlə, İslam bundan ibarət. Ona görə də falan şey yaxşıdır, mən daha yaxşını seçirəm, amma itaəti kənarda bu olmaz.
Məsələn, siz tutaq ki, harasa bir müsafirətə gedirsiniz, tutaq ki, avtobusla gedirsiniz ziyarətə. O ziyarətdə, o kərvanbaşı ki var, ona sarvan deyirlər də. O nə desə gərək eləyəsiniz. Günah olmayana qədər nə desə eləyəsiniz. Mən səndən elmliyəm, mən səndən nəyəm. Hər nəyini qoy kənara. İndi o idarə eləyirsə, nə desə gərək eləyəsən. Yaxşı. Ona görə də bəzən Allah birini digərinə tabe eləyir ki, bu xaos yaranmasın. Məsələn, kişiyə, xanıma deyir ki, mütləq şəkildə ərə itaət edir. Bəzi xanımlar deyirlər ki, niyə biz mütləq şəkildə itaət eləməliyik? Məsələn, mən müstəhab oruç tutmaq istəyirəm, icazə vermir. Nə bilim, ziyarətə getmək istəyirəm, icazə verir. İcazə vermir, sən ona səbr elədiyinə görə sənə elə savab verir ki. Məqsəd sənin savaba və təkamülə çatmağındır, yoxsa məqsəd sənin ziyarətə getməyindir, ya oruç tutmağındır. Hədəf, nəticə sənə gəlir də, amma itaətlə gəlir. Ona görə sənin üçün nə fərqi var? Sən ziyarətə getsən nə savab qazanacaqsan, getmirsənsə Allah onu sənə verir və sən tabe olduğuna görə o savabı aparırsan. İndi sən oruç tutmaq istəyirsən, Peyğəmbər açır, sən açmırsan. Niyə? Allahın rızayətini qazanmaq istəyirsən. Sən orucu aç, Allah səndən yenə razı qalır da. Amma əksinə sən etməyəndə onda sənin içində nə var ki, sən tabe olmaq istəmirsən. Niyə o avtobusun sahibinə tabe olmaq istəmirsən? Niyə məsəl üçün tutaq ki, dərsdə qaydalar qoyublar, o qaydaya tabe olmaq istəmirsən? Çünki buradakı idarə eləyənlər məndən yaşda azdır. Nə olacaq yaşda az olanda? Nə olacaq nə elmləri az olanda? Nə olacaq filan olanda? Nə olacaq o sarvanın nə bilim yaşı azdır, filandır, bəsməkəndir? Olmaz belə. İtaət etmək lazımdır. Vacib məsələ itaətdir. Ağla itaət etmək. Bu ağla itaət etməkdir. Bu imana itaət etməkdir. Və ən çox müsəlmanlar bununla imtahan olurdu. Xəvaric məntiqi də bu idi də. Xəvaric əslində Muaviyə ilə düşmən idi. Amma bu dəfə deyirdi ki, o tutaq ki də Qurana qarşı biz qılınc qaldıra bilmərik. Sonra deyirdi ki, Əlinin hökmünü mən qəbul eləmirəm. Axı səni ora Əli aparıb. Sən Həzrəti Əlinin qoşununda gəlsən, o sənin öndərindir, gərək qəbul eləyəsən. Eləmirdilər. Niyə? Çünki özlərini bir şey sanırdılar. Halbuki İslam belə demir. İslam üçün nəyinsə çox edilməsi. Görsə, İslam sənə deyir ki, Həzrət Əliyə tabe ol, get Qurana qılınc vur. Allah səndən narazı qalmayacaq. Əksinə səndən razı qalacaq. O Quran kağızına qılınc vurmalısan. Əlbəttə oturub sənə izah eləyir Həzrət Əliyə. Deyirdi ki, o kağızdır, mən natiq o Quranam. İzah eləyir. Amma izah da başa düşmürsən. Heç nə başa düşmürsən, geri zəkalısan, zahirpərəstsən. Ona görə də tabe ol da, bu ağadır, nə deyirsə elə. Sən bunun arxasıca gedirsən. Ona görə də gərək tabe olasan, Peyğəmbərə tabe olasan. Və Peyğəmbər kimi əqlinin vacib elədiyi kəsə tabe olasan. Onlardan biri valideyindir, biri ərdir və s. də və s. Yaxşı, indi avtobusda gedirsən, avtobusdakı olan o sarvandır və s. Bu əslində ilə haqqa tabe olmaqdır. Bu əslində ilə ağla tabe olmaqdır. Ona görə də bir insanın hansısa bir qəribə addım atmasına ehtiyac yoxdur. Əgər ağla ziddisə onu eləmə. Əgər ağla, nə bilim, hansı bir problemə səbəb olacaqsa və s. və eləxir onları eləmək lazımdır. Və Peyğəmbər də onu orada qınıyır. O müsəlmanları qınıyır ki, mən sizin Peyğəmbərlinizəm, sizə nə deyirəmsə, siz bunu etməlisiniz. Ona görə Allah da ayə göndərir. Ey iman gətirənlər, yəni ey möminlər, ey mənə iman gətirənlər, Allahın və Peyğəmbərin önünə keçməyin. Çox gözəl sözdür. Yəni siz onlar nə deyirsə ondan daha artığını düşünməyə çalışmayın. Deyir, aç. O səndən daha imanlıdır. Lazım olsaydı o da elə eləyərdi. Və yaxud da icazə varsa, deyə bilirsin ki, ya Rasulallah, açmağı buyurmuşsunuz baş üstə. Amma olar ki, açmayaq daha çox savab qazanaq. Peyğəmbər də deyirsə ki, olar, olmaz. Amma sən heç Peyğəmbərdən soruşmursan, həm də bilirsən ki, bu qadağandır bu iş. Olmaz belə eləmək. Bu da bir məsələ. Sonra tarix gəlir bizə Abbas ibn Əbdülmüttəlibdən danışır. Mən bu barədə biraz səhv eləmirəmsə danışmışam. Əvvəllərdə yenə də danışım ki, Abbas ibn Əbdülmüttəlib ümumiyyətlə Bəni Haşimin hamısı 2 nəfər var idi. Onlar barəsində də birazdan danışacağam. Daha doğrusu 3 nəfər idilər. Onlardan başqa hər kəs Peyğəmbərin peyğəmbərliyini qəbul eləmişdi. Çünki həm nurani bir tayfa idi Bəni Haşim, həm də ki o qədər adamlar qəbul elədiyi halda İslamı qəbul eləmək nə qədər çətin bir məsələ idi ki, deyirlər ki, Əbu Talib qəbul eləməmişdi. Bu nə qədər insafsız sözdür. Bunun əlbəttə isbatına da biz keçmişik. Əbu Talibin əsərlərində və s. və ilə axır görmüşük bunların hamısını və eləcə də başqa
özü də çox pis şəkildə deyirlər ha ki, peyğəmbər dedi əmican hətta ölmə yaxındaydı. Qəbul elə dedi ki, yox, qəbul eləmirəm. Yəni bu çox pis sözlərdir. Hər halda. Ona görə də hamısı qəbul etmişdilər. Amma eləcə də Abbas ibn Əbdülmüttəlib də, Abbas da peyğəmbərin əmisi idi. O da qəbul etmişdi, amma o bir siyasətçil insan idi, bacarırdı bunu. Məsələn, Həmzə o qədər siyasətçil deyil idi, Həmzə daha çox döyüşçü idi. Amma Abbas peyğəmbərə həddindən artıq kömək eləmişdi. Peyğəmbərin deməli hicrət eləməsində də orada peyğəmbərin yanında olmuşdu və deməli Mədinəlilərlə xeyli danışması olmuşdu. Onlara demişdi ki, bax, biz bu kişini saxlaya bilərik, ya aparırsınızsa, onu necə lazımdırsa qoruyacaqsınız və s. və ilə axır. Bunlar hamısını deyirdi, amma özü qalırdı Məkkədə müəyyən hədəflər üçün peyğəmbərin icazəsi ilə, izni ilə və oradan peyğəmbərə xeyli kömək eləyirdi. Xeyli. Nə hadisə olurdusa, gizlin şəkildə qasidlə peyğəmbəri xəbərdar edirdi. Hətta o qədər mühüm idi ki, bəzi döyüşlərdə, məsələn Bədir döyüşündə də o müşriklərdən bir yerdə döyüşə gəlmişdi. Təsəvvür edirsiniz, o qədər özünü elə aparırdı. Təsəvvür edirsiniz, bura qədər o bilirdi ki, peyğəmbərin icazəsi var. Belə şeyləri çox eləyiblər. Məsəl üçün Harun əl-Rəşidin vəziri var idi, Əli ibn Yəqtin. O vəzirlikdən çıxmaq istəyirdi. Musa Kazım əleyhissalamın xas şiyələrindən idi. Amma Musa Kazım demişdi, çıxma, qal orada, bizə xidmət elə. Bizim ehtiyacımız var ki, Harun əl-Rəşid kimi zalım bir xəlifənin yanında bizim də bir adamımız olsun ki, müəyyən işlərdə bizə kömək eləsin. O qalırdı orada, təsəvvür edirsə, amma heç kəs bilmirdi ki, o Həzrəti Musa Kazım əleyhissalamın xas naibidir. Abbasdan da demək olar ki, indi bəlkə də şübhələnirdilərsə də, amma özünü müsəlman kimi aparmırdı. Peyğəmbərin tərəfdarı kimi aparmırdı. İndi əlbəttə peyğəmbərə düşmən kimi də aparmırdı ya. Amma belə deyil ki, ola bir təəssübkeşlik görsün də. Məsələn Həmzə kimi. Həmzə eşitdi ki, bir gün Əbu Cəhil bir şey eləyib, getdi onun cəzasını verdi. Bu tərəfdən eşidirdi ki, Əbu Ləhəb nələrsə eləyir, gedib onun cəzasını verirdi. Məsələn, Ömər ibn Xəttabın hidayət məsələsində yadınızda da tarixdə danışmışdı. O gəldi peyğəmbərin olan evə, dedi ki, mən girib ondan danışmalıyam. Peyğəmbəri öldürmək istəyirdi. Peyğəmbərə sözünü demək istəyirdi. Hələ hidayət olmamışdan əvvəl. Qapıda olanlar dedilər ki, qılıncını ver kes. Dedi, yox, qılıncımı verməyəcəm, belə keçmək istəyirəm. Gəldilər Peyğəmbərə dedilər ki, ya Rasulallah, o belə gəlmək istəyir. Neynirik? Yəni, qılıncını vermədən gəlmək istəyir. Həmzə dedi ki, o gəlsin. Qılınclı da olsa gəlsin, biz buradayıq. Bizim yanımızda o heç nə eləyə bilməz. Belə bir adam idi Həmzə. Amma Abbas başqa idi. İndi mən başqa dərslərdə də demişdim, Abbasın biraz da heç o qədər də döyüşlə də Həmzə qədər də deyil idi. Çünki başqa söhbətlər də var da sonradan, Peyğəmbərdən sonra da müəyyən şeylər olurdu, o özünü də orada göstərirdi. Amma hər halda mömin adam idi və Peyğəmbərə də həddindən artıq xidmət eləmişdi Abbas. Həddindən artıq. Burada da xüsusən də Məkkənin fəthində bütün döyüşlərdə qasidlər göndərirdi, Peyğəmbəri xəbərdar edirdi. Bütün demək olar ki, döyüşlərdə və döyüşlərdən əlavə də hər bir hadisəni demək olar ki, Məkkədə o çox şeyləri həll edirdi. Məkkənin fəthində Abbas ibn Əbdülmüttəlibin həddindən artıq demək olar ki, xeyri və faydası olur, əməyi olur. Xeybər döyüşündən sonra artıq görür ki, müsəlmanlar artıq güclənib, Məkkədə yaşasa da özü elan elədi. Artıq elan edir ki, indiyə qədər gizlini saxlayırdım, amma elan eləyirəm ki, mən müsəlmanam. Xeybər döyüşündən sonra demişdi, mən müsəlmanam və Məkkədə də elə müsəlman kimi də yaşayırdı və bilirdilər ki, müsəlmandır. Amma Qureyşlə münasibətləri pozmurdu. Qureyş də görürdü ki, bu yəni çox da zahirən görmürdülər də, onu gizlin eləyirdi. Çox da bizlə də dəyib dolaşan, bizi zahirdə pisləyən deyil. Yəni sanki kompromis adamı idi Abbas. Ona görə də ona çox da dəyib dolaşmırdılar. Amma axır vaxtlarda artıq qərara gəlir ki, mən köçürəm Mədiniyə. O da Mədiniyə köçəndə yolda Peyğəmbərlə rastlaşır. Cöfə adlı yerdə Peyğəmbərlə rastlaşır, sonra yenidən Məkkəyə qayıtmaq əmrini alır. Amma bəzi tarixçilər deyirlər ki, bəlkə də bu elə Peyğəmbərin özünün istəyidir ki, gəlsin, Məkkədən çıxsın, gəlsin, yolda görüşsünlər və Peyğəmbəri görüb təzədən qayıtsın Məkkəyə. Çünki orada bir hadisə olur. Deməli, Əbu Sufyanla Hükeyb ibn Hizam olan bir hadisəsi olur. Bu hadisədə Abbasın çox böyük bir
belə deyək də zəhməti olur və bu çox yaxşı təsir bağışlayır İslam ümmətinə. Deməli, o çıxır, gedir ki, mən gedirəm Mədiniyə və yolda Peyğəmbərin də gəldiyini görür. Ondan sonra oradan birləşir Peyğəmbərlə qayıdır. Gəlirlər Məkkənin kənarında. Məkkənin kənarında Peyğəmbər ona şəhərə getməsini deyir. O təzədən bir də gedir Məkkəyə. Məkkəyə gedəndə bu dəfə qoşun 10.000 qoşunun səsi gəlir deyə və o hər yerdə də deməli ocaqlar qalayıblar, tonqallar qalayıblar və çoxlu da atların ayaq səsi gəlir filan. Və bu vaxt Məkkə evlərini işıqlandıran belə tonqallar artıq Məkkə cəmaatının fikrini özünə cəlb eləyir. Həmin vaxt Əbu Sufyan ibn Hərblə, Əbu Sufyanla Hükeym ibn Hizam. Bunlar Məkkədən biraz kənara çıxırlar ki, görək nədir. Və orada bir-birləri ilə danışdıqları halda Abbas gəlir, orada onlara yaxınlaşır. Deyir nə məsələdir? Onlar deyirlər ki, bəlkə də başqa məsələlərdir. Heç hansısa bir qəbilə üstümüzə hücuma gəlir. Amma Abbas onlara başa salır ki, yox, bu Həzrət Muhammed əleyhissalamdır. Özdə 10.000 nəfər qoşunla gəlir. Çox əzəmətli bir qoşundur və indiyə qədər heç vaxt belə bir qoşun görməmisiniz. Sonra Əbu Sufyanı götürür, aparır birbaşa Peyğəmbərin yanına. Əbu Sufyanı götürür, birbaşa aparır Peyğəmbərin yanına ki, orada da onu gözləri ilə görsün. Deməli, ondan əvvəl Abbas deyəndə ki, bu Həzrət Muhammed əleyhissalamdır ki, misli görünməmiş bir ordu ilə gəlib və heç bir kəsin bu orduya qalib gəlməyə gücü çatmaz. Onda Əbu Sufyana biraz titrəmə düşür və deyir ki, atam anam sənə qurban, bəs biz neyniyək? Onda Abbas deyir ki, yaxşı şeylərdən biri budur ki, mənlə bahəm gedək onun yanına, görək bizə nə məsləhət görür. Yoxsa gəlib intiqam ala bilər də. Götürür, aparır Peyğəmbərin yanına və gedə-gedə Əbu Sufyan həmin o qoşunu görür. Peyğəmbərlə bahəm gələn qoşunu görür. Onda da çox dəhşətə gəlir. Vəhşət bürüyür onu ki, yəni doğrudan da Peyğəmbər çox qəribə bir addım atıb, gizlin şəkildə, xəlbət şəkildə düz Məkkəyə gəlib çatıblar. Bunların xəbəri yoxdur. Necə bir taktika ilə gəliblər və belə bir əzəmətli də qoşunla gəliblər. Həmişə Peyğəmbər 700, məsələn Uhudda 700 nəfər çıxartmışdı axı onların qabağına. 1000 nəfər çıxardı. İndi 10.000 nəfər qoşunla gəliblər. Özü də müxtəlif formanın qoşunlarla ki, onu sonradan danışacağam ki, Peyğəmbər Məkkəyə getməmişdən əvvəl qoşun bir dəfə Peyğəmbərin qarşısından keçir. Hamısını Əbu Sufyan görür. Qəribə geyimli döyüşçülər var idi orada. Hamısı elə həmin o ürəyə vahimə salmaq üçün idi də ki, onlar döyüşə qalxmasınlar. Və Abbas Əbu Sufyanı müsəlmanların qaldığı tonqalların arasından keçirdir və aparır. Yolda Ömərin gözü Əbu Sufyana sataşanda yenə onu öldürmək istəyir. Amma Abbas deyir ki, olmaz. Çünki mən ona aman vermişəm və onun toxunulmazlığı var. Həmçinin Peyğəmbər də görür ki, sahabələrin çoxunu, xüsusən də Ömərin onlara qarşı bir kini var, onu öldürə bilərlər. Peyğəmbər onu başqa bir yerdə saxlayır. Çünki Peyğəmbər istəmirdi Əbu Sufyan olsun. Niyə? Çünki Əbu Sufyan gedib onlara hər şeyi çatdıra bilərdi. Çünki onlar da Qureyşdir, özlərinə sıxışdırıb yenə də ölənə qədər döyüşə bilərdilər. Amma Əbu Sufyan onların başçısıdır. Əbu Sufyan gedib onların hamısını sakitləşdirə bilər. Qıraqdan qalsaydı da başqa cür olardı, yenə də onu. Amma Abbas onun əlindən tutub gətirib hər şeyi göstərirsə, o bütün deməli qoşunu göstərir, tonqalları göstərir və onların necə nizamlı olduğunu göstərirsə, bu artıq Əbu Sufyanda öz təsirini qoyur və Əbu Sufyanın gedib Məkkə cəmaatını belə deyək, silahlarını yerə qoymasına səbəb olur. Yəni bu hadisə ona səbəb olur. Yəni yaxşı ki, Əbu Sufyanı öldürmürlər. Çünki Məkkəni rahat ələ keçirmək olmazdı. Və Peyğəmbərin huzuruna gətirirlər. O Peyğəmbərin necə əzəmətli olduğunu görür. Artıq bu dəfə Peyğəmbər xəlifədir və Peyğəmbərə ənsar və mühacir necə ehtiram eləyirlər. Peyğəmbər buyurur ki, Əbu Sufyana, Allahdan başqa tanrının olmadığını qəbul etməyin vaxtı gəlib çatıb.
Əbu Süfyan deyir ki, atam anam sənə qurban olsun. Necə də sən öz qohumlarına qarşı mehribansan, alicənabsan. Mən indi başa düşdüm ki, Allahdan başqa bir tanrı olsaydı bizim xeyrimizə bir iş görərdi. Yəni bizim o qədər bütlərimiz var. Nəticə bu oldu ki, sən gəlib indi bizi 10 min nəfərlə məğlub eləyəcəksən və biz sənin artıq yanında aciz qalmışıq. Bu onu göstərir ki, Allahdan başqa tanrı yoxdur. Sonra Peyğəmbər dedi ki, onda mənim Peyğəmbərliyimi də qəbul eləyirsən? Deməli, Allah qəbul elədi. Mənim Peyğəmbərliyimi də qəbul eləyirsən? O dedi ki, sənin Peyğəmbərliyin barəsində gərək düşünəm. Belə deyəndə, Abbas dedi ki, sən tərəddüd etməyin vaxtıdır. Sən görmürsən ki, bu gəlib, əgər sən onun dinini qəbul eləməsən, onun Peyğəmbərliyini qəbul etməsən, sən ölüm ayağındasan, sən buradasan, sənin üçün hər şey pis ola bilər. Ona görə də canı təhlükədə idi deyə qorxudan qəbul elədi. Əlbəttə Peyğəmbər üçün qorxudan İslamı qəbul eləmək keçərli deyil idi. Peyğəmbər bunu yaxşı bilirdi. Amma Əbu Süfyanın sanki canı cəhənnəmə, amma Əbu Süfyan gedib hansısa bir işləri görə bilər deyə Peyğəmbər onun dildə də olsa iman gətirməsi sərf eləyirdi. Çünki İslam ümmətinə lazım idi və Məkkədə döyüşün olmamasını istəyirdi. Ona görə də Peyğəmbər belə dildə qorxudan olan bir belə deyək, iman gətirməni də qəbul eləyir. Çünki biz əvvəllərdə də danışmışıq. Peyğəmbər ümumiyyətlə hər kəsin belə iman gətirməklə müsəlman olmasını və öldürülməməsini qəbul eləyirdi. Çünki Peyğəmbərin dövründə müsəlmanlıq çoxalmalı idi və bütpərəstlik aradan getməlidir. Keyfiyyət məsələsi isə müsəlmanların artıq tədricən keyfiyyətli olması isə imamların vəzifələri idi. İmamlar onları hidayət eləyəcəkdi. Ona görə də Peyğəmbər dövründə Peyğəmbərin vəzifəsi bu idi ki, o necə lazımdırsa bütpərəstliyi aradan aparsın. Vəssalam, hər kəs desin ki, la ilahə illallah. Dildə də olsa desin la ilahə illallah, Muhammedən Rasulullah. Bax bunu desin. İndi qəlbən gətirir. Qəlbən gətirmir, artıq onun öz işidir. Bütpərəstlik aradan getsin. Bütxanalar sındırılsın, şərəf aradan getsin. Zahirində olsa insanlar namaz qılsınlar. Yəni artıq hamı İslam istəyən zahiri formanı alıb. İndi ondan sonra olar, yəni çünki bu birdən-birə mümkün deyil. Peyğəmbər ona görə eləmirdi ki, mümkün deyil. Necə Allah şərabı birdən-birə qadağan eləmədi? Çünki mümkün olmur. Çətindir, tədricən olmalıdır. Necə birdən-birə elə müsəlmanlıq gələn kimi namaz vacib olmadı, oruc vacib olmadı. Neçə illərdən sonra vacib oldu? Çünki tədricilik lazımdır. Burada da belədir. İnsanların mömin olmasına tədricilik lazım idi və o da Əhl-i Beytinkidir. Peyğəmbər Allah buyurur ki, sən qorxudansan, amma hər bir qövmün də bir hidayət eləyən olacaq və Əli və Ali Əli isə bu həmin hidayət sistemini həyata keçirəcəkdilər. Və dediyim kimi Əbu Süfyan qəbul elədi və getmək istəyirdi Məkkəyə, amma Peyğəmbər onu buraxmadı. Dedi ki, səni indi göndərə bilmərik, çünki ora getsə yenə də o fikrindən dönə bilərdi. Peyğəmbər onu öz yanlarında saxlanmasını istədi və o vaxtı onu buraxacaqdılar ki, o gedəcək. Peyğəmbər artıq Məkkəyə girəndə onlardan qabaq gedəcəkdi və orada elan eləyəcəkdi, hər şey deyəcəkdi, mən müsəlmanam, Peyğəmbər gəlir buranı fəth eləməyə və sizə tövsiyəm budur ki, yəni qılınca tərəf getməyin və onlara elan eləsin ki, kim Məscüdül Hərama pənah gətirsə və silahını yerə qoysa, evinin qapısını bağlasa, yaxud bir tərəf olduğunu bildirsə, eləcə də Əbu Süfyanın evinə daxil olsa, o amandadır. Yəni Əbu Süfyanı da onlardan biri qərar verdi Peyğəmbər. Bax bu aman üçün onu Peyğəmbər qərar verdi. Deməli, bizim vaxtımız demək olar ki, tamam olur. Mən day ora daxil olmuram Məkkənin müqavimətsiz ələ keçirilməsi bölməsinə. İnşallah onu gələn dərsimizdə oxuyarıq. Çünki vaxtımız demək olar ki, tamam olur. Amma burada bir hadisə var idi. O hadisəni mən oxumaq istəyirəm. Deməli, Bəni Haşimdən bayaqdan dediyim kimi 3 nəfər Peyğəmbəri qəbul eləməmişdir. Onlardan biri Peyğəmbərin əmisi Əbul-Həhəb idi. Biri isə Əbu Süfyan İbni Haris idi. Baxın, Bəni Ümeyyə olan Əbu Süfyan İbni Hərbdir. Amma bu isə Əbu Süfyan İbni Harisdir, İbni Əbdülmüttəlib. Yəni, bu da Haris, Əbdülmüttəlibin oğlu Harisin oğlu Süfyan idi, Əbu Süfyan idi.
Yəni bu peyğəmbərin qohumu idi də. Biri də Abdullah ibn Ümeyyə idi. Deməli Əbu Süfyan, həmin Əbu Süfyan ibn Haris peyğəmbərin əmsi oğlu idi. Peyğəmbərin əmsi Haris idi. Bir peyğəmbərin çoxlu əmləri var idi. Biri də Haris idi də. Harisin oğlu idi bu Əbu Süfyan və eyni zamanda da süd qardaşı idi. Bir də ki Abdullah ibn Ümmü Sələmə Abdullah idi. O da Ümmü Sələmənin qardaşı idi. Peyğəmbərin bibisi Atikənin oğlu idi. Peyğəmbərin bibisi Atikənin oğlu idi. Deməli bu da qohum idi, Bəni Haşimdən idi. Amma bu iki nəfər peyğəmbərlə heç vaxt yaxın olmadılar. Heç vaxt peyğəmbəri qəbul etmədilər və peyğəmbərə çox əziyyət elədilər. Peyğəmbərə həddindən artıq əziyyət elədilər. İndi bir vaxt gəldi çatdı ki, artıq onlar gördülər ki, peyğəmbər artıq izzəti çoxaldı. Ya indi bu qorxu səbəbindən idi, ya artıq gördülər başqa yolu yoxdur, ya da ki, artıq səhvlərini başa düşürdülər. Ona görə də gəldilər İslam ordusu ilə Saniyyətül Uqabda birləşmək istədilər, rastlaşdılar və istədilər ki, peyğəmbərlə görüşsünlər. Amma peyğəmbər bunu icazə vermədi. İndi burada bir dənə məsələ var. Əlbəttə bu iki dənə adam ki var, bunların sonra aqibəti çox yaxşı olur ha. Sonrakı Məkkədən sonrakı döyüşlər olur ha. Orada bunlar peyğəmbəri çox yaxşı şəkildə qoruyurlar və çoxlu xidmətləri olur bu ikisinin də. Amma əvvəllər yəqin görsənir ki, başqaymış. Mənim başa düşdüyüm budur ki, onlar artıq başa düşüb gəlmişdilər. İndi bəlkə də içlərində qorxu da var idisə, hər nə idisə, amma başa düşüb gəlmişdilər. Çünki yəni çox təkid edirdilər ki, peyğəmbər onları bağışlasın. Gəldilər peyğəmbərlə görüşməyə, Saniyyətül Uqabda nə edilərsə peyğəmbəri razı sala bilmədilər. Dedi axı ki, məsələn onlardan biri deməli Ümmü Sələmə peyğəmbərin yoldaşı idi, özü də ən əziz yoldaşlarından idi. Ümmü Sələmə özü şəfaətçi oldu ki, biri qardaşı idi də Abdullah, onun qardaşı idi. Peyğəmbər Ümmü Sələmə özü şəfaətçi oldu, vasitəçi oldu, amma peyğəmbər qəbul etmədi. Sonra nə etmək istədilər? Peyğəmbər qəbul etmirdi. Deyirdi ki, həm Əbu Süfyan barəsində, həm Abdullah barəsində deyirdi ki, Əbu Süfyan əmmi oğlu olsa da amma məni həddindən artıq çox incidib. Əbu Süfyan ibn Harisə. Sonra deyir ki, Abdullah da məndən yersiz çox şeylər işləyib, başqalarının çox şeylər istəyib. Başqalarının iman gətirməsinə çox mane olub. Və peyğəmbərə çox əziyyət ediblər onlar. Yəni təkcə bunlar deyil idi. Peyğəmbərə çox əziyyət ediblər. Amma peyğəmbər sanki onları bağışlaması. Bir dənə burada bir zahiri bir manevr var. Ona diqqət edin, xahiş eləyirəm. Mən həmişə bundan danışıram ki, yəni bilirsiniz niyə bunu? Bax, peyğəmbərdən nə qədər icazə istəyirlər, peyğəmbər vermir. Sonra Ümmü Sələmə kimi adam gedir, vasitəçi olur, peyğəmbər qəbul etmir. Halbuki biz Yahudilərlə döyüşlərdə və digər müşriklərlə döyüşdə peyğəmbər elə hər bir cüzi bəhanədə onları bağışlayırdı. Amma niyə burada eləmir? Məlum məsələdir ki, peyğəmbər istəmirdi rahat olsun. Bunlar rahatlıqla gəlsin. Məlum məsələdir ki, peyğəmbər başqa bir şey axtarırdı. Sonra da qəbul eləyir. Amma indi necə olur qəbul eləyir? Məsələn, Əli əleyhissalamın yanına gəlirlər. Həzrət Əli əleyhissalam ona deyir ki, mən sizə bir yol öyrədəcəm. Gedin, ona deyin ki, necə Yusuf öz qardaşlarına dediyi, Allahın peyğəmbəri, Allah səni bizdən üstün eləyib və biz də sənin barəndə günah etmişik, bizi bağışla. Əli əleyhissalam dedi ki, belə desəz, o da deyəcək ki, bugün necə Yusuf dedi, bugün sizin üçün heç bir məzəmmət yoxdur, o da sizi bağışlayacaq. Narahat olun. Çünki belə deyil ki, peyğəmbər razı olmaz ki, heç kəs ona ondan artıq mehriban olsun. Siz gedib ona belə söz deyəsiniz, mehribanlıq eləyərsiniz. O da bunu qəbul eləmək peyğəmbərin şəninə yaraşmaz. İndi belə məlum olur ki, onlar gedib belə sözlər deyəndə qəbul eləyirlər. Yəni ey peyğəmbər, qəbul eləyəcəydinsə, əvvəldən qəbul elə. Deməli sən sabit adam deyilsən, hə? Sənin ürəyini ələ almaq olar, amma bu peyğəmbərə yaraşmır. Ümumiyyətlə Allah Həzrətlərinə belə şey yaraşmır. Ya o pis dilərsə heç qəbul eləməyəcək. Pis deyirlərsə də gələ əvvəldən qəbul etsinlər. Onun ürəyini ələ almaq nədir? Onun ürəyi haqlandı. Bu necə olur? Bəs sonra dəyişilir. Amma məlumdur ki, bu zahiri bir manevr idi. Görürsünüz, məsələn, Əbu Süfyan ki gəldi ya Məkkəyə, Mədiniyə, görürsünüz peyğəmbər yaxın durmadı. Heç Həzrət Əli də dedi ki, mən heç bir vasitəçilik eləmirəm.
nə qədər Həzrət Əlidən xahiş elədi, həmin o rəhimli Həzrət Əli heç bir yol göstərmədi. Xanım Zəhra balalarını da çəkdi, yol göstərmədi. İndi nə oldu ki, burada Əbu Süfyanla qohum Əbu Süfyanda və Abdullaha Həzrət Əli yol göstərir. Niyə? Çünki Həzrət Əli ilə Peyğəmbər, elə Allah üçü əl-ələ veriblər. Göz Peyğəmbər istəyirdilər ki, onlar həqiqətən başa düşsünlər. İstəyirdi onlar məsələnin ciddiyyətini anlasın. İstəyirdi onlar sanki bir Allaha tövbə etmiş olsunlar, ciddi tövbə etmiş olsunlar. Yəni hər şey rahatlıqla, asanlıqla baş verməsin. Onlar səhvlərinin nə qədər böyük olduğunu anlasınlar. Bu yenə də onların özləri üçün idi. Çünki qatı-qatı düşmənləri, pis adamları Peyğəmbər bir kəlmə ilə bağışlayırdı. İndi nə oldu ki, öz qohumlarını, öz də ürəkdən iman gətirənləri bağışlamasın və sonra niyə bağışladı? Məlumdur ki, Əli əleyhissalam niyə Əbu Süfyana, o Əbu Süfyana demirdi, amma bu Əbu Süfyana, Abdullaha yol göstərir. O birisinə niyə yol göstərmirdi? Çünki bilirdi ki, o birisi üçün yol yoxdur. Onsuz da Peyğəmbər eləməz. Amma burada bilir ki, Peyğəmbərin manevri var. Peyğəmbər istəyir ki, onlarla hansısa bir şeyi anlatsın onlara. Ona görə də Peyğəmbərin küsüb inciməsi deyil, belə şeylər Peyğəmbərdən uzaqdır. Peyğəmbər onların özü üçün bir manevr. Eyni şey valideynlər də eləyir övladlarına. Məsələn, uşağı ilə danışıb, ata heç barışmır. Nə qədər gəlir deyir, ata heç barışmır, amma axırda ana deyir ki, yoxdur, mən gedib deyərəm və gedir deyir ki, atası bağışda, mənə söz verib ki, bir də eləməyəcək və sənin də üzündən gəlib öpmək istəyir. Ata da güya bu dəfə razılaşdı. Amma ata dünəndən razıdır. Amma belə şeyi eləmək istəyir ki, yəni o uşaq üçün çətin olsun, bir də onu eləməsin, məsələnin ciddiyyətini anlasın. Bu da həmin məsələdir. Əli əleyhissalam onlara yol öyrədir. Bax, indi baxın, Əli əleyhissalam onlara yol öyrədir. Deyir ki, gedin deyin ki, necə Yusif deyir ki, Allah səni bizdən üstünüb. Quran ayəsidir də. Biz isə səni müqabilində, sənin barəndə günah eləmişik. Deyir, belə deyəndə bil ki, o da sizə Yusifin dediyi sözü deyəcək. Bax belə, eyni şeyi Peyğəmbər də onunla eləyir deyə. Məsəl üçün bir dəfə o hadisəni danışmışam da, sizə dəfələrlə danışmışam ki, indi bilmirəm hansı dərsdə, amma axır danışmışam da. Peyğəmbər bir nəfər var idi, evində eş işrət məclisi qurulurdu və onu çağırırlar. Peyğəmbərə deyirlər, şikayət eləyirlər o adamdan, deyirlər ki, evində günah məclisi qurulur. O adam isə boynundan atmaq istəyir, doğrudan da peşmandır. Peyğəmbər də onu görür. Amma bunlar istəyirlər ki, Peyğəmbər onu cəzalandırsın. 4 dənə də şahid gəlib. Peyğəmbər dedi ki, mən Əlinin şahidliyini istəyirəm. Bu dəfə Həzrət Əliyə deyib ki, sən get onun evinə, bax, gəl. Sən nə desən, artıq sənin şahidliyindən mən cəza tətbiq eləyərəm və s. Əli əleyhissalam da Peyğəmbəri başa düşür. Deyirəm, axı, əl-ələ veriblər. Bir dəfə Peyğəmbər Əli əleyhissalamdan istifadə eləyir, onun bağışlanması üçün. Bir dəfə də Əli əleyhissalam gəlir belə eləyir. Bax, belə, Əli əleyhissalam da gedir evə, girir. Eşitmişdə o hadisəni gözünü bağlayaraq girir ki, orada fəsad olan şeyləri görməsin. Qayıdıb gəlib Peyğəmbərə and içir ki, ya Rasulallah, Allah and olsun, mən orada günah görmədim. Həsən ki, gözünü açsaydı görərdi, amma gözünü açmır. Peyğəmbər dedi ki, mən Əlinin sözünü qəbul edirəm, bu adam getsin, azaddır. O adam da ona görə azad edir ki, çünki o bilir ki, artıq o peşman olub işindən. Çünki Peyğəmbərin məqsədi insanları cəzalandırmaq deyil idi. Məqsəd bu ki, insanlara hidayət olsun. Bax, burada da Əbu Süfyan ibn Harislə Abdullah belə idilər. Yenə də deyirəm ki, onların sonra yaxşı olur. Onların aqibəti yaxşı olur. Və Peyğəmbər onları əfv eləyir, bağışlayır, onlar çox sevinirlər. Hətta Əbu Süfyan bədahətən aşağıdakı belə bir beytlər deyirdi. Deyirdi ki, canına and olsun ki, Lat ordusu ilə, yəni müşriklərlə Muhammed ordusuna qalib gəlmək üçün bayrağı çiynimə aldığım gün gecə yol gedən adam kimi sərgərdən qalmışam. İndi isə artıq hidayət olmağın vaxtı gəlib çatıb. Bəziləri deyirlər ki, İbn Hişam deyir ki, Əbu Süfyan ibn Haris Peyğəmbərə belə bir məktub göndərir ki, əgər təqsirimdən keçməsə, az yaşlı uşağımın da əlindən tutub səhrəyə çəkiləcəm. Və Peyğəmbər bunların təqsirindən keçdi. Bizim dərsimiz bitdi. Gecəniz xeyrə qalsın. İnşallah gələn dərs görüşəcəyik. Sağ olun.